doktor, müalicə demişkən biraz dərman və peyvəndlərə də toxunaq. Siz özünüz də bilirsiniz ki, təcrübənizdə və bizdə də qəbul etdiyimiz valideynlərdə daima belə bir düşüncə olur və son zamanlarda Amerikanın prezidenti də belə bir dərmanla bağlı hamiləlik dönəmində qəbul olunan dərman preparatından danışdı və valideynlər əksər çox o sual, şübhə daha çox artdı ki, mənə məsələn, mən həkim olmasam belə soruşurlar ki, doğrudanmı elədi? Bəlkə mən də bu dərmanı içmişəm, bu təsir edibmi? Və bir də daima illər keçsə də, nə qədər inkişaf etsək də bu peyvənd mövzusu daima var. Hə, filan kəsin uşağı peyvənd olunmamışdı, o autist deyil, amma mən övladım peyvənd olunmuşdu, bəlkə elə peyvənddəndir. Sizlər nə qədər bunu, yəni inkar etsəz də, daima bu danışılır. Aktiv olan bir autizm tərəfdə bir mövzudur. Müalicə olmuşkən bir ona toxunaq. Elmi olaraq, yəni bu dərmanların və peyvəndlərin autizmin yaranmağında bir rolu varmı doğrudanmı? Okey, siz adətən ən önəmli və ən sonda verilən sualı lap başda verməyə başladınız. Birinci ondan başlayaq ki, deməli, mən sadəcə öz praktikamdan birinci bunu vurğulayacağam və sonra vurğulayacağam ki, mən kiməm ki, bu ancaq bu cürə deyim. Çünki məndən illər öncə də daha savadlı, daha ağıllı və bunun daha elmi araşdırmasına aparan insanlar da aşkar ediblər ki, peyvənd heç bir halda autizmə səbəb olmur.